Salam, hər vaxtınız xeyir olsun. Bu gün sınav altının izahını verirəm. Başlayaq. Deyir ki, 21-ci sualda bu görünüş rejiminə struktur rejimdə deyilir və eyni adlı tab əlavə olunur. Söhbət outline görünüş rejimindən gedir. Bəli, outline görünüş rejiminə həm də struktur görünüş rejimi deyirlər və outline tabı açılır və bu açılan tab əsas tab olur. Yəni köməkçi tab deyil. Cavab olacaq B variantı. Printerin çap sürəti saniyədə 1 kilobaytdır. Bura bir yerə qeyd edək. 1 saniyə 1 kilobayt. Davam edək. Əgər hər vərəqdə 32 simvol, düsturumuz nə idi? Sətir vurulsun səhifəyə, vurulsun simvola, bərabər olsun həcm bayta. Əgər bizim şərtimizdə Unicode sözü olarsa, bir dənə əlavə olaraq da 2-yə vuracağıq. Baxaq. 32 simvol, A2 üstündə 5, vurulsun 48. 48 də yazarıq 2 üstündə 4, vurulsun 3. 50 vərəq. 50 vərəq də belə yazaq. 2 üstündə 1, vurulsun 25 kimi. Bərabərdir həcm bayta. Amma bir dənə diqqət eləsəz, burada kilobaytla verilibdir. Yəni tənasübə əsasən biz tənasübdə kilobayt verdiyinə görə düsturumuzu gətirəcək kilobayta. Baytdan da kilobayta gələndə 2 üstünə 10-a bölmək lazımdır. 2 üstü 5, 4 və 1 2 üstü 10 eləyir bir hamısını toplayanda. Aşağıdakı 2 üstü 10-a ixtisar aparanda ümumilikdə heç bir kəmiyyət qalmayacaq ixtisar olunanlar arasında. Burada 3, burada 25 qalıb. 3 vurulsun 25 edir 75. Biz kilobayta gəlmişik. Cavab olacaq 75 kilobayt. Tənasübə diqqət eləsəz 1 saniyə 1 kilobayt isə 75 kilobayt isə neçə saniyə olar onu bilmirik. X qoyub oradan da taparıq ki, X bərabərdir 75 saniyəyə. Bizdən onu soruşur ki, neçə saniyə gedir? Yəni belə məntiqlə fikirləşsək ki, 1 saniyə 1 kilobayt isə 75 saniyədə 75 kilobayt olar. Cavab olacaq B variantı. Verilənlərin hansı ardıcıllıqla icra etsək, bu fail yolu yaranar deyir. Baxın, deyir birinci olmalıdır D diskini cari disk etməli. Bax, 5 ilə başlamalıdır. B-yi tullayaq geçsin, D-yi ataq geçsin. Yeni də 12, 2 dənə variant arasında fikirləşək. Deməli, dedi ki, birinci yerə yazdıq 5. Sonra tovun qovluğunu yaratmalı. Birinci yazacaq, sonra bundan sonra 2. 5, 2 ardıcıl gəlir. 3-ə baxaq və burada 4-ə baxaq. 3-də deyir straight qovluğu yaratmalı. 4-də də deyir ki, yaradılmış qovluğa daxil olmalı. 4 gələcək burada. Bax, tovun qovluğu var. Buna daxil olmalıyıq ki, bunun tərkibində straight yaradaq. Deyəcək ki, yaradılmış qovluğa, yəni tovun qovluğuna daxil olmaq lazımdır. 5, 2, 4. Sonra straight qovluğu yaradılmalı. Onun tərkibində home.txt faili yaradılmalıdır. Cavab olacaq C variantı. Hansı doğru deyil? Kompüter söndürüldükdə əməli yaddaşda olan informasiya saxlanılır. Xeyr, elə doğru olmayan budur. RAM yaddaş enerjidən asılı olan bir yaddaşdır. Kompüter söndürüldükdə enerjisi, belə deyək, bitdikdə əlaqəsi kəsilir, bütün informasiyalar silinir. Cavab olacaq A. Aha, bunları toplasaq, cavab tapa bilərik. Toplasaq 2047 alarıq. 2047-ni 2-yə bölə-bölə gəlib də orada bir dənə sən taparıq ki, 11 dənə 1 var, cəmi 11 eləyər. Bu şəkildə tapa bilərik. Başqa cür necə eləyə bilərsiniz? 1-i 2 üstündə 0 verə bilərik, verərik. 2-ni 2 üstünə 1 verərik, verərik. Eyni şəkildə 2 üstünə 2, 2 üstündə 3, 2 üstündə 4, 2 üstündə 5, 2 üstündə 6, 2 üstündə 7, 2 üstündə 8, 2 üstündə 9 və 2 üstündə 10 şəklində yazsaq. Demişdik ki, ikilik qüvvətlərin əsasının sayı qədər 1 var. Bir dənə 1 buna görə. Üstə gələk, bir dənə 1 buna görə. Üstə gələk, 1, 1, 1, 1, 1. Hamısını top saysaq, 11 dənə 1 eləyəcək. Həqiqətən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə 1 var. 11 dənə 1-in elə cəmi 11 edir. Cavab olacaq 11. 30 səhifəyə sənəd aşağıda şəkildə çapa verilir. Baxaq da, 30 səhifədə burada yazır even page, cüt səhifələr. 30-u bölərik 2-yə, düşər 15. 15-i tək 15-i cütdür. Bizdən cüt soruşur, fərqi yoxdur. 15-in birini götürək, gedək. Sonra one side, yəni bir üzlü çap olunsun. Ona görə 15-i böləcəyik 1-ə, elə 15-in özünü alacaq. Bir də bu side isə 2-yə böləcəkdik. Buralara baxmırıq bu sualına bağlı. 2 page per sheet deyir. Yəni bir səhifədə 2 dənə A4, bir A4-də 2 dənə səhifə nömrəsi çap olunsun. 15-i bölər 2, 7,5 düşər. Biz bunu yuvarlaq olaraq götürürük 8. Və 8-i vururuq kopya sayımıza 5-ə. 8 vurulsun 5, 8-ə 5-imiz sayıdır 40. Cavab olacaq Y. Hansılar qrafik tipli faylların genişləməsi? Bax, biri 1-dir, Corel Draft'dır. Sən 100% bilsən ki, 1 sənin cavabında var, B-ni tulla, D-ni tola getsin. Sonra baxırıq ki, bat olmaz. Bat əmri fayllardır. Deməli, 2-ni çıxartsan variantlardan, çıxdığımız variantlarda, yəni qalan variantlarda yoxdur. RTF 100% bilsən ki, mətin redaktorudur. BAK 12 mi? PNG, yəni BAK sürətli çıxardılmış məlumatlardır. Qrafikə aid deyil. PNG aiddir Paint proqramı. Paint proqramından xatırladıram ki, 2 dənə genişlənməsi var. Biri PNG-də susmaya görə olan budur. Bir də BMP-dir. Bu genişlənməsi də var. Deməli, deyəcək 1.
BMP də burada var 3, 6 və PSD 1, 3, 6, 8. PSD nəyin genişləməsidir? Bu Photoshop proqramı var, şəkil proqramı, Photoshop proqramı genişləməsidir. Baxın, diqqətli olun, bunu əgər axırda T ilə qutarsaydı, bu elektron post proqramlarının genişlənməsi olardı. Ona görə diqqətli olun ki, bu T ilə yox, D ilə bitirsə, Photoshop-a aiddir, o da qrafikdir. 1, 3, 6, 8, C variantı bu sualın doğru cavabıdır. İş masasındakı fon şəklini ekrandakı hansı rejimlərlə yerləşdirmək olar? Sentiyaya yerləşdirmək olar. Sonra stretch formasına salmaq olar. Tile və spandan mümkündür. Deməli 1, 4, 6, 7, yəni cavab B-dir. Bunları tapsaq, bunların hamısını onluğa gətirsək, 0-1 şəklində qüvvətləyib yazsaq, hər birini. Vaxtımız çox getməsin deyə şifahi deyəcəm. Bunların hamısını toplasaq, 25 də onluqdadır zaten. Hamısını toplasaq, alarıq onluqda 51. 51-i indi 2-yə bölsək, deməli 25 qalıqda 1. 25-i bölsək 2-yə 12 qalıqda 1. 12-yi bölsək 2-yə 6 qalıqda 0. 6-yı bölsək 2-yə 3 qalıqda 0. 3-ü bölsək 2-yə 1 qalıqda 1. 11 ilə başlamalıdır. Cavab D variantında var. 30. Ağac var, struktur verilibdir. Hansı əməliyyatından sonra struktur əmələ gələr. Baxın, bu sualda çox diqqətli olursunuz. Bax, magistratura qovluğu ilə müəllimənin işə qəbulu qovluğu eyni bərabər ölçüdədir. Yəni, deməli, bunların heç biri bir-birinin daxilində deyil. Görürsünüz, magistratura qovluğunun alt hissəsində nə var? İnformatika və məntiq. Görürsünüz, bunlar da eyni ölçüdədir. Deməli, informatika ilə məntiq bir-birinin daxilində deyil. Magistraturanın qovluğunda tərkibində var informatika və məntiq. Məntiqin də tərkibində görürsən, bir də nə var? Təhlil. Məntiq açılıb, təhlil yaranıb. İndi biz bunu yaratmaq üçün birinci gedək ardıcılığa baxaq. Magistratura qovluğunu yaradın. Birinci olaraq bunu verdik. Bax, magistratura qovluğu yaranıbdırsa, ona bərabər ölçüdə nə var? Müəllimənin işə qəbulu. Onu da yaratmalıyıq. Hələ açmaq prosesinə getməmişik. Deyəcək ki, müəllimənin işə qəbulu qovluğunu yarat. 4, sonra 5. Qeyd elədik. Aha, yarananlar bitdi. İndi açmağa gedirik. Bunları açmaq üçün. Magistratura qovluğunu aç. Gedək görək, harada var? Magistratura qovluğunu aç. Bura dedik 3. Magistratura qovluğunu açandan sonra nə gəlir? İnformatika və məntiq. Deyəcək ki, informatika qovluğunu yarat, məntiq qovluğunu yarat. İnformatika qovluğunu yarat, məntiq qovluğunu yarat. 1 və 2-ni də ardıcıl yazdıq. Məntiqin tərkibində görürsünüz, təhlil var. Təhlilə getmək üçün məntiq açmalıyıq. Bəli. Deyəcək ki, onda məntiq qovluğunu açın. 6 və təhlil qovluğunu yaradın. 4, 5, 3, 1, 2, 6, 7. Yəni C variantı bu sualın tam dolğun cavabıdır. 31. Xarici yaddaş qurğularını müəyyən edin. Çevik maqnit diski FTD. Bəli, bu 1,44 MB həcmə malik olan bir yaddaş qurğusudur. Biri birdir. Əməli yaddaş olsa da daxilidir. Bizdən xaricini istəyir. Daimi yaddaş qurğusu ROM daxili yaddaş qurğusudur. Sərt maqnit diski HDD. Bəli. HDD ilə bağlı bir şey deyim. Bunun ATA, SATA və ID kimi növləri var. Hatırladıram. Və HDD daxildə yerləşsə də xarici olan yeganə yaddaş qurğusudur. Streamer, bəli. Streamer də bütöv kasetlər demişdik. Yeganə yaddaş qurğusudur ki, buna virus yoxmur. Və ikinci nəsildə yaddaş qurğusu kimi istifadə olunubdur. 1, 4, 5 bu sualın ən dolğun cavabı olacaq. Ətraflı görünüş rejimi almaq üçün və ya səhifənin böyük hissəsini, hətta bir neçə səviyyəsini kiçildilmiş formada göstərmək üçün böyütmək və kiçiltmək lazımdır miqyası. Yəni zoom. Həqiqətən də zoom məsələn 10%-də və yaxud da sən 10%-də görə bilmirsənsə 100-ə gətirərsən ətraflı görünüş almaq üçün. Məsələn 500-də də eləyə bilərsən. Yəni ətraflı görünüşü özün almaq üçün, yəni hansı ölçüdə görmək istəsənsə zoomu dəyişməlisən. Gəldi 33-ə. Hiyerarxik verilənlər bazası nümunə kimi göstərmək olar ya fail sistemi, ya qovluq sistemi. Bax, hiyerarxik sistem necədir? Hiyerarxik sistemdə aşağıdakılar təşkil edir yuxarıdakıları. Eləcə də fail sistemdə elədir də bir dənə papka olur, əsas fail olur, baş qovluq deyirik biz buna. Baş qovluq tərkibində də var alt qovluqlar. Görürsüz, alt qovluq, alt qovluq. Elə hiyerarxik sistemdir, bəli hiyerarxik sistemdir. Cavab olacaq A. Aşağıdakılardan hansı sistem proqramına aiddir? Sistem proqramında 3 dənə əməliyyat sözü var. Əməliyyat sistemi, əməliyyat örtüyü, bir də şəbəkə əməliyyat sistemi. Görək hansı var burada? Əməliyyat örtüyü. Cavab olacaq Y. Gəldi 35-ə. Photoshop 2 faylı C diskində, ardıcılığa bax, C diski. Birinci olaraq disk gəlməlidir. C, foto qovluğunda. C-dən sonra nə gələcək? Foto. Bax, C-dən sonra foto. Burada şəhər yaxdurla getsin. Sonra deyir ki, foto qovluğunda yerləşir. Bu qovluqda şəhər qovluğu var. Fotodan sonra nə gələcək? Şəhər. Burada foto gəlib, burada Bakı gəlib, burada Bakı gəlib. Bunu atacaq, burada da Bakı gəlib. Deməli, bizdə nə lazım idi? Fotodan sonra şəhər.
Və bunun da daxilində Bakı qovluğu və bilirsiniz ki, yəni yekunda da fayl olur və failin də genişlənməsi olur. Photoshop-a cavab olacaq Y variantı. Demo proqramları istifadə etmək üçün hansı proqramlar var? Demo proqramlar pullu proqramların pulsuz versiyaya gətirilməsi formasıdır. Bir sözlə belə desək, həmin o proqramların kodunun qırılmasıdır. Bunun üçün də Crack Kagan adlı proqramlar var ki, onlardan istifadə olunur. Kursor cədvəlin istənilən sətrin sonunda xanadan kənarda olduqda cədvələ yeni sətr əlavə etmək. Baxın, bunu demişdik sizə Word proqramını keçəndə. Demişdik, burada 2 dənə vəziyyət ola bilər. Əgər sonuncu xanadan çöldə olarsa, Enter düyməsidir. Yəni, sonuncu xananın çölündə olarsa, Enterdir. Bizdən də elə onu istəyir. Sətrin sonunda xanadan kənarda olarsa, Enterdir. Əgər xananın daxilində, sonuncu xanada, xana daxilində olarsa, onda Tab düyməsi olardı. Amma xananın çölündə deyildiğinə görə cavabımız olacaq Enter. Sənəddə seçilmiş fraqmenti gizlətmək üçün font qrupbasının alt dialoq pəncərəsindən orada hidden əmri var. Həmin o əmr vasitəsilə siz hər hansı bir fraqmenti gizlədə bilərsiniz. Kompüter Neyman arxitekturasına aid olanlar hesab, məntiq, xaric yaddaş və daxil etmə, xaric etmə qurulları, yəni 2, 4, 5, yəni cavab Y variantıdır. Algoritm fraqmentinin yeni yetirməsindən sonra dəyişən qiymətini tapın. A128, B10, 15-ə bərabərdirmi? Yox deyirik təbii ki. Gəlir aşağıya. B bərabərdir B-1, yəni ondan birini çıxsaq, olacaq 9. A bərabərdir A bölünsün 2, yəni 128 bölünsün 2-ə 64. Gəlik B-nin 9 qiymətini yenə qoyuruq. 9 5-ə bərabərdirmi? Yox təbii ki. Düşür aşağı. B bərabər B-1, yəni 8. A da olacaq 32. 2-yə bölürük hər dəfə. Gəlin burada 8-i yenə qoysaq. 8 5-ə bərabərdirmi? Yox deyirik. B-1 7. A bölünsün 2. Onda olacaq 16. Gəlirik burada 7-ni yenə qoyuruq. 7 5-ə bərabərdirmi? Yox deyirik. 1 çıxanda 6. 16 2-yə bölsək 8. Gəlirik burada 6-nı yenə qoyuruq. 6 5-ə bərabərdirmi? Yox deyirik. 1 çıxırıq 5 qalır. 8-i də 2-yə bölürük 4 qalır. İndi gəldik 5-i yenə qoysaq. 5 5-ə bərabərdirmi? Deyirik hə və nəticədə bizdən A-ya aldığımız ən yekun qiyməti, yəni 4-ü istəyir. Cavab da olacaq D variantı. Windows-da yaradılmış mətn faylı ardıcıl dəyişdikdən sonra kitab 1 qovluğunda neçə müxtəlif fayl var? Bax, bizdən kitab 1 qovluğu deyir. Burada kitab 2-dir, bu bizə lazım deyil. Burada da kitab 2-dir, bu bizə lazım deyil. Kitab 1 qovluğunda AKT1, AKT2, 2 dənə fərqli fayl gördüm. Bax, bir dənə hərf də olsa, bir dənə rəqəm də olsa, o fərqli fayl sayılır. Amma bax, kitab 1-də burada AKT2 yazıb, birində böyük hərflə yazıbdır. Genişlənməni. Birində də kiçik hərflə yazıb. Bu heç bir fərq yaratmır. Eyni fayl deməkdir bu. Deməli, bizdə fərqli 2 dənə fayl var. Deməli, biri olacaq AKT1, AKT2. Kitab 1 qovluğunda. Cavab olacaq 2. Cədvəldə ASCII kod sistemi verilmişdir. Bir simvolun 16-lıq kodu. Baxın, 5-in kodu 53-dürsə, 4-ün kodu 52-dirsə, onda 3-ün kodu neçə olacaq? 51. 2-nin kodu neçə olacaq? 50. 1-in kodu nəhayət tapdıq ki, 49. Bizdə 49 onluq say sistemdədir. Biz isə bölməliyik bunu. Deməli, 16-lıq kod istəyir. 16-ya bölsək 3 dəfə, qalıqda 1. Tərsində yazsaq 31. Bu sualın doğru cavabı olacaq. NTFS-in FAT sistemindən üstünlükləri. Əməliyyat sisteminə aid olan bu dərsi keçmişdik. Yadınızdadırsa 10 dənə fərqli cəhət var idi. Biri də deyir, nasaz klasterlər təkrar istifadə olunur. Xeyr, nasaz klasterlər ümumiyyətlə tamamilə kənarlaşdırılır NTFS-də. Heç bu üstünlük ola bilməz. Biz üstünlükləri axtarırıq. İkinci də disk 512 baytlı sektorlardan ibarətdir. Bəli, bu NTFS-də var 512 bayt söhbəti. Amma bu FAT-da da var. Bir-birindən üstün deyil. Bunlar eyni cəhətdə, oxşar cəhətdə. Bunu da götürməyəcəyik. Hər bir klaster üçün 4 baytdan istifadə olunur. Əvvəla 4 bayt deyil, 4 kilobaytdır. Bunu səhv olaraq götürüb siləcəyik zaten. Amma 4 kilobayt da yazsa biz bunu səhvə verəcəyik. Bilirsiniz niyə? Çünki bu bir-birindən üstün deyil. 4 NTFS-də də 4-dür, FAT-da da 4 kilobaytdır. Bir-birindən üstün deyil. Failin fraqmentasiyası azalır. Bəli, bu NTFS-in üstünlüyüdür. Defraqmentasiya deməli artır, fraqmentasiya azalır. FAT-da isə bunun tərsinədir. 5-ci, hər bir istifadəçi üçün ayrıca recycle bin verilir. Bəli, deyəcək ki, bizdə NTFS-də hər bir istifadəçi üçün ayrıca recycle bin verilir. Cavab olacaq 4 və 5. Bu qəbulda istifadə olunmuş bir modeldir. 44. 60 MB tutma malik olan fayl mübadilə kanalı ilə 1500 kilobit sürətlə ötürülür. Dediyini yazaq da 60 MB-lıq bir məlumat 1500 kilobitlə ötürülür. Yazıq bura 1500 kilobit. 2100 kilobit sürətlə nə qədər ötürürlər? Onda heç nə buraya yazacaq 2100 kilobitə də x. Düzdür? Oradan da deyəcək ki, 60 vurulsun 2100 bölünsün 1500.
Buradan da sıfırlar ixtisar getsə, 60-dan 15 ixtisar getsə 4 qalacaq. 4 21-ə vursaq 84 edəcək. Cavab olacaq 84 megabayt. 45. Uyğunlaşdırma genişləmələrlə. Adobe Illustratorun baş hərfləri A və I. Harada var? C-də var. Yazdıq bura. Paint-in 2 dənə genişləməsi var. Biri BMP-dir, biri PNG-dir. Yəni 2-ə, D və Y. Üçüncü, Adobe Photoshop. Photoshop'un da genişləməsi bayaqda dedik, PSD-dir. Yəni cavab olacaq B. Bu qədər. Hələlik.